Salamünaleyküm ev əmlak izləyicilərimiz və alıcılarımız. Təqdimata gəldiyimiz mənzil Hövsan qəsəbəsində Fövqəladə Hallar Akademiyasının üzbəüz yerləşir. Gördüyünüz mənzil 9-un 1-ci mərtəbəsi 2 ev layihəlidir. Ev yeni təmirdən çıxıbdır. Bu otaq gördüyünüz mətbəxdir. Balkondan arası açılıbdır. Bu gördüyünüz qonaq otağıdır. Bu gördüyünüz mənzilin evin yiyəsi kladovkadır. Ancaq burada dəstə namaz üçün və su çəkilib, kanalizasiya çəkilibdir. Paltaryon maşını bura qoymaq olar. Bu ikinci yataq otağıdır. Üçüncü yataq otağıdır. Əşyalar hamısı götürəcək. Ev yiyəsinin əşyalarıdır. Dediyim kimi təmirdə olduğuna görə bir otağa yığılıbdır. Bu da bir otaqdır. Gördüyünüz bu balkon tərəfdən, hər tərəfdən izolyasiya olunubdur və bütün xəttlər hazırda çəkilib, ev, mənzil sıfırdan təmir olunubdur. Bu gördüyünüz sanuzeldir. Patologun gördüyünüz bəzi işlər, xırda işlər qalıb, onlar da tamamlanacaq. Bu da sanitar qovşağı və aksesuarlar hamısı qoyulacaq. Əziz izləyicilərimiz, mənzilin qiyməti ekranda görəcəksiniz.